Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz. Mən Vüsal Kəlbəcəri bu günlərim Azərbaycanımızın çox gözəl rayonu olan bu günlərim Cəlilabad rayonundayıq. Komanlı kəndində biz təqaüddə olan müəllimləri çəkdik. Sabir müəllim kimi gözəl müəllim çəkdik. O cümlədən də Elmira müəllim kimi gözəl müəllim və gözəl bir anamızla sizlərə təqdim etmək istəyirik. Müəllim adınız, soyadınız? Rəsulova Rəhimə. Rəhimə müəllim, neçə il təhsil sahəsində çalışmısınız? 40 il. Hansı fənn tədris eləmisiniz? İngilis dili. İngilis dil fənninin tədrisi ilə bağlı həyatının 40 ilini qurban veribdir və hal-hazırda bu dəqiqədə şagirdlərin yaxşı təhsil almaq üçün təqaüdə çıxmağına baxmayaraq yenə də əlindən gələni əsirgəmir. Ona görə müəllimə öz adımızdan sağ ol deyirik. Müəllimə, indi hal-hazırda neçə yaşınız var? 68, 69-un içindəyim. Allah ömür versin. O gün olsun 70, 80, 90, 100 yaşınız olsun. Neçə övladınız var müəllimə? Bir. Bir övladınız var. Adı nədir övladınızın? Tanrıverdiyev Zöhrab. O da müəllimdir yoxsa? Xeyr, o polis işçisidir, gəlinim müəllimədir. Çox gözəl. Cəlilabad rayonunda işləyir. Elə gəlim mənlə işləyir, oğlan da rayonda işləyir. Bəli. Çox gözəl. Ona da dövlətimizin qanunları keşiyində çalışır. Ona da öz adımıza sağ ol deyirik. Və o gün olsun ki, müəllimə sizin 80, 90, 100 yaşınız olsun. Gərək gözəl çəkilişiniz. Mən bir yerdə, sağ olun. Siz də Çox sağ olun. sağ olun, həmişə xoş Bu gəlirsiniz. kadrlara bir 10 il, 20 il sonra nəvə nəsəniz baxacaqdır. Onlara ürək sözlər nə deyə bilərsiniz? Arzum budur ki, əsl insan olsunlar. Necə deyərlər? Birinci vətənin, sonra valideynin, cəmiyyətin layiqli övladları olsunlar. Çox gözəl. Təmiz adla yaşasınlar. Gözəl övlad olsunlar, gözəl vətəndaş olsunlar. Çox gözəl. Biz də söz adımızdan dərin təşəkkür bildiririk. Çox sağ ol deyim müəllim. Sağ olun. Allah sizə ömür versin. Sağ olun. Qalmırsınız ki, bir çaydan yeməkdən